Arkadaşlar, bu soyuducu təyinatlı avtomobili Bakı təhvili cəmsi 3800 dollara əldə edə bilərsiniz. Bəli, doğru eşitdiniz, 3800 dollara. Avtomobilimizlə yaxından tanış olaq. Kiçik həcmlidir, şəhərdə yük daşımaq üçün idealdır. Ümumiyyətlə, bu tipli avtomobillərdə biz şirkət olaraq hər hansı bir qazanc qoymuruq, elə öz qiymətinə, öz mayasına göndəririk ki, sizlər alıb sürəsiniz. Baxın, belə bir kilit sistemidir burada. Arxa tərəf belədir, bu formadadır. Deməli, frozen, yəni refrigeratordur, soyuducu, Yapondan gəlmədir. Mühərrik 650 kubdur, gömrüyü çox ucuzdur, avtomat korobkadır. Rolunu çevirib göndərir. Bu vəziyyətdə yox, yəni rol da çevrilir, göndərilir. Hamısı bir yerdə cəmsi 3800 dollar. Yəni belə qiymətə qardaşlar yoxdur heç harda belə bir maşın. 650 kub mühərrikdir, 650 kub. Sahibkarlar üçün, yəni kiçik müəssisələr üçün, yük daşımaq üçün ideal bir nəqliyyat vasitəsidir. Bu tərəfə də açmağa cəhd göstərək. Yəqin ki, açar içində olar deyə düşünürəm və bu tərəfdə də bir qapısı var. Ümumi olaraq kosmetik vəziyyətində bir iki dənə burada xırda batıqları var. Başqa hər hansı bir şey yoxdur. 2007-ci ildir və qeyd edeyim ki, yük maşınlarında 2007 söhbəti yoxdur. Yəni 2005-dən yuxarı yük maşınlarını gətirmək olar. Misal mini avtomobillərində 10 yaş standardı olsa da yük avtomobillərində belə bir standart yoxdur. Kim bunu istəsə buyursun 055 271 61 55 nömrəmizdən əlaqə saxlayıb sifariş verə bilərsiniz.